İmam Hüseyin Allah'tan icazə aldı ki, Allah icazə ver. Mən bu sevgi yolunda axıra qədər gedim. Allah da dedi, buyur, meydan sənindir. Dostlarımın içində bu sənə qismətdir. Ona görə biz otururuq burada yanırıq. Biz bu nəyin yanğısıdır? Baş kəsilməyin yox, qol kəsilməyin yox. Biz nəyin yanğısıdır bu? Bizə irfani bir düşüncə gəlir. Biz başlayırıq burada qeyri-ixtiyarı hiss eləməyə ki, nə qədər imam tərəfindən sevilirik, bizi kövrəldən yandıran budur. Bu hiss gəlir bizə ki, bizi nə qədər sevirlər və bizim gözümüz yaşarır, halımız dəyişir, kövrəlirik. Oturub imamımıza qeyri-ixtiyarı ağlayırıq. Niyə İmam Həsən Əsgər əleyhissalam ağlamırsınız? O bizi sevirdi. Ağlayırıq hep bir gün. O da hələ bir məclis olsa. İmam Hüseyin öhdəsinə götürdü. Fürsətdir bu, qızıl fürsətdir. İçimizdə olan gizli bir hissədir. İmamın bizə sevgisinin mərifəti. Bunu İmam Hüseyin Kərbəlada açır bizim üçün. Ana övladına necə ağlayır, siz elə ağlayırsınız İmam Hüseyinə, Əli Əkbərə. Ana övladına deyirəm, kişi və qadın belə ağlayır.